Aleykümselam və rahmetullahi bərəkatuhu. Qardaşımız soruşur ki, bir müsəlman qadın 8 Mart bayramını qeyd edə bilərmi? Olmazsa nəyə görə olmaz? Axı onlara qiymət, dəyər verilən bir gündür. Əvvəla, qardaşım onu qeyd edək ki, İslam dini adil dindir. İslam dini sonuncu səmavi dindir və özündən sonra daha doğrusu özündən əvvəl bütün dinləri nəsx edən bir dindir və İslam dininin bütün əhkamları adildir, bütün əmirləri adildir və İslam dinində hər bir kəsə, istər kiçiyə, istər böyüyə verilən haqq, hüquq hamısı ədalətlidir və eyni zamanda bu İslamın içində olan, yəni İslama aid olan qadınlar da həmçinin İslamda onların da xüsusi bir önəmi, xüsusi bir üstünlüyü vardır. Əvvəla, bu 8 Martdan əvvəl onu qeyd etmək istərdim ki, bilməyənlər bilsinlər, bilənlər isə xatırlasınlar ki, İslam dinindən öncə olan dinlərdə, Yahudilik və Nasranilikdə onların dinlərində, onların tutduqları yolda qadına dəyər verilmirdi. Qadın aylıq xəstəliyinə tutulan zaman onun bütün yemək, içmək, qab-qacağı, yatağı, yorğan döşəyi aralanırdı, sanki evdən uzaqlaşdırılırdı, hətta qadın aylığının qutarandan sonra, yəni təmizləndən sonra, yuyunur, sonra qabın qacağını götürüb evə daxil olurdu. Və bu idi İslamdan qabaqki Yahudi və Nasranilərdə qadının timsalı, qadına olan önəm, qadına olan hörmət, qadına olan dəyər və İslamdan qabaq cahiliyyə müşriklər dövründə isə yenə də qadına heç bir önəm, heç bir üstünlük verilmirdi, heç bir dəyər verilmirdi. Qadın müddətsiz talaq olunurdu. Talaqın, yəni boşanmanın sayı yox idi. İddə var idi, amma boşanmanın sayı yox idi. Yəni, bir kişi bir qadınla boşadıqda, iddə bitməmişə yaxın yenidən qaytarırdı, sonra yenə əziyyəti altında saxlayırdı, sonra boşuyurdu, iddə bitməmiş yenidən qaytarırdı və bütün ömür boyu qadın bu cür əsarətin, zülmün altında qalırdı. Və qadınlarla əşya kimi davranırdılar. Qadınlara nə əllərindən, nə valideynlərindən, nə qohumlarına miras qalmırdı. Qadınlarla evlənmək məhdudiyyəti yox idi. Yəni, bir kişi ona yaxın da belə qadın evlənə bilərdi. Hətta 2 bacını belə ala bilərdi cahiliyyə dövründə. Yəni, daha nələr var idi cahiliyyə dövründə. Amma əlhəmdülillah İslam dini gəldi və qadına dəyər verdi. Qadının dəyərli bir məxluq olduğunu, qadının dəyərli bir insan olduğunu, qadının bu cəmiyyətin xəlqində böyük, bu cəmiyyətin xəlq olunmasında, inkişafında böyük bir rol aldığını İslam dini göstərdi. O qadına analıq hüququ verdi. O qadına bacı hüququ, qız hüququ verdi. Və bunların hər birinin İslamda öz payı var. Bir qadın, bir müsəlman qadın anamızdır, bacımızdır, qızımızdır, xalamızdır, bibimizdir, nənəmizdir. Və İslam dini ona dəyər verdi. Və qadının kimliyindən asılı olmayaraq, qadında İslam mirasından pay var. Yəni, bir insan ölərsə, onun həm qızına, həm bacısına, həm anasına mirasdan çatır. Və qadını Allah Subhanahu bu İslam dini ilə izzətləndirdi. Və onların haqqını bir daha isbat elədi, iqrar elədi, bildirdi. Və Muhammed sallallahu aleyhi və səlləm ölüm anında sinəsi Ayşə radiyallahu anhənin sinəsi başı Ayşə radiyallahu anhənin sinəsinin üzərində olanda Allahın Rasulunun son tövsiyələrinin biri bu oldu ki, qadınlarınızdan müğayət olun. Onlar amanətdir.
Allahın Rasulü qadınlarla necə davranmaq lazım olduğunu hədislərində göstərdi. Öz zövcələri ilə bunu yaşadı və insanlara bildirdirdi. Və ən xeyirli insanın öz əhlinə xeyirli ola biləcəyini göstərdi. Və qadın da hüququ İslam dinində qiyamətə qədər qorunmaqdadır. Budur İslam dininin qadına verdiyi dəyər. İndi isə keçək 8 Marta. Əlbəttə ki, sırf 8 Martın qadınlar bayramı ki qeyd olunması bir müsəlman qadına yaraşmaz. Ona aid deyil. O, Yahudu və Nasranilərə aiddir. Hansı ki, ilin 365 gününün bircə günü qadına dəyər verirlər. Bircə günü qadına hədiyyə verirlər. Bircə günü qadına istirahət verirlər. Bircə günü qadını üstün sayırlar. Bircə günü qadını dəyərləndirirlər. Bircə günü qadına ehtiram edirlər. Bircə günü ona xoş söz deyirlər. Amma qalan günlər isə qadın cəmiyyətin adi məxluqatlarından biridir. Dəyərsiz bir şeydir. Qadından özlərinin istədikləri kimi istifadə edib sonunda qadını çölə tullayan, dəyərsiz bir şey hesab edən həmən o 8 Martı qeyd edənlərdir. Müsəlmanlar deyil. Həmən belə düşünürəm ki, hər bir müsəlman ibadət əhli əgər özünü müsəlman adlandırırsa, özünə müsəlman deyirsə və İslamda onun dəyəri varsa, Quranla və Allahın Rasulunun hədisləri ilə və sahabələrin, sələflərin əməlləri ilə, əmirləri ilə o qadına ehtiram varsa, o qadın heç bir halda Yahudu və Nasranilərin bu 8 Mart qadınlar bayramı günü münasibətini özünə aid edə bilməz. Çünki bizim dilimizdə müsəlman qadın hər gün dəyərlidir. Bizim dilimizdə müsəlman qadın hər gün əzizdir. Bizim dilimizdə müsəlman qadın hər gün ucadır, hər gün ülvüdür, hər gün əzizdir və gözəldir və hər gün dəyərlidir və hər gün ona ehtiram olunmalıdır. Çünki o bizim anamız, o bizim bacımız, o bizim qızımızdır, o bizim xalamız, o bizim bibimizdir. Və ən əsas o bizim müsəlman bacımızdır. Amma Yahudilər və Nasranilər, hansılar ki, il boyu qadını qeyd etdiyimiz kimi, dəyərsiz bir əşya kimi istifadə edir və sonunda özlərinə lazım olmayanda özlərindən kənarlaşdırıb və sanki ildə bir dəfə 8 Mart'dır deyib, onu beynəlxalq qadınlar günü kimi qeyd etmək və bəzi müsəlmanlar da cahilcəsinə buna allanmaqları və öz müsəlman əllərindən, müsəlman qardaşlarından, müsəlman atalarından mənim üçün hədiyyə al deməkləri, əlbəttə ki, özünü Yahudi və Nasranilərə oxşatmaqdan başqa bir şey deyil. Yəni, qeyd etdiyimiz kimi, müsəlman qadın bizim üçün hər gün əzizdir, hər gün dəyərlidir, hər gün sevimlidir, hər gün ülvidir, hər gün ucadır və bunu da Quran və Allahın Rasulü və dinimiz bunu açıq-aşkar isbatlayıb. Və əlbəttə ki, heç bir halda bir müsəlman qadının bu 8 Mart bayramını və ya da 8 Mart beynəlxalq qadınlar gününü özünə aid eləməli deyil. O bilməlidir ki, o hər gün ucadır, o hər gün əzizdir. Əgər kimsə özünü il boyu alçaldılmış, əzilmiş, dəyərsiz bir əşya halında istifadə olunmuş kimi hesab edibsə, qoy onlar onu keçirsinlər. Amma kimsə il boyu dəyərlidir, əzizdir, ucadır, çünki o müsəlmandır. O əzizdir, o ucadır, o ülvidir, o pakdır, o gözəldir. Onların bu bayramı keçirtməklərinə heç bir ehtiyacı yoxdur. Yalnız və yalnız Yahudi və Nasranilərə ittiba eləyənlər, onları özünü oxşatmaq istəyənlər çalışarlar ki, bu günü ucaltsınlar, bu günü böyütsünlər, bu günü əziz saysınlar. Amma biz İslamda və müsəlmanlarda bu cür deyil. Və biz həmişə Allah Subhanahu taala dua eləyir ki,
Allah son bizi İslamımızı, dinimizi olduğu kimi bizə öyrətsin. Vəhy olunduğu kimi bizə öyrətsin və vəhy olunduğu kimi bizə onu əməl etməyə bizə nəsib eləsin. Allah Subhanahu bizi Yahudi və Nasranilərə oxşamaqdan, onları özümüzü bənzətməkdən, onların yolunu getməkdən bizi qorusun. Allah Subhanahu bizim müsəlman bacılarımızı, analarımızı daha da dəyərli eləsin, daha da gözəl eləsin, daha da üstün eləsin.